o fəhləlik etdiyini, qapılarda daş və beton işləri gördüyünü, yorğun vaxtında isə mahnı oxuyaraq dincəldiyini deyib. Bir gün gezer yoldan Ali'nin esmer gördü Neynədin sən İlkin Əliyi? Bu nə ifa idi? Bu necə gözəl, möhtəşəm ifa idi? Belə potensiallı fəhlə olsun, sürücü olsun, bağban olsun, çəkməç olsun, heç bir fərqi yoxdur. Belə fitri istedadları ortaya çıxarmaq lazımdır. Tam səmimi deyirəm, bu usta İlkin elə ifa etdi ki, incəsənət aləmində elə müğənnilər var ki, bugün kifayət qədər populyar olanlar, kifayət qədər tanınan elə müğənnilər var ki, heç ifalarında İlkin bəyin yanından ötə bilməzlər.